ən birinci sessiyası o düşüncə tərzidir. Düşüncə tərzi haqqında fikirləşməyə. Çünki düşüncə tərzi bizim uğurumuzun 80%-dir. O uğur nədir? Bu başqa sualdır da. Yenə də iş tapmaqdır, karyera dəyişməkdir ya da olduğun işdə o promotion almaqdır ya nədir. Amma 80%-i o bizim düşüncə tərzimizdir. Ona görə bizim düşüncə tərzimiz düzgün olanda onda hər şey alınacaq. Alınmayanda da biz ona da baxırıq ki, nəyə görə alınmadı, nəyə başqa cür eləməliyəm. Daha analiz edirik. Çünki bizim Şuraltı bizə çox yalanlar danışır, çox necə deyirlər, lazım olmayan bir hansısa fikirlər gətirir. Ona görə burada coachingdə elə faydası ondadır ki, siz o Şuraltıdan şura keçirirsiniz də o suala və sualları verəndən sonra onlara cavab tapırsınız. Əgər mən iş axtarıramsa, mən birinci ən vacib mənim üçün CV update deyil, ən birinci LinkedIn profil update deyil, o da vacib. Ən birincisi odur ki, düşüncə tərzim elə olsun ki, mən əgər o iş axtarışı prosesi uzun çəkirsə, çətin olursa, ola bilər ki, yəqin ki, səbəb məndə deyil. Başqa faktorlar var. O faktorları fikirləşmək lazımdır. Nəyə görə o çətinliklər yaranır? Onda o düzgün düşüncə tərzi olanda adam incimir də, o depressed olmur ki, mənə o işdən hansısa cavab vermədilər, buna yox dedilər. Yəni, sən başa düşürsən, mənim məqsədim var. İstəyir cavab versinlər, verməsinlər, necə deyirlər, necə cavab versinlər. Mən öz məqsədimə gedəcəm, mən bu prosesi davam edəcəm. Ona görə düzgün düşüncə tərzindən başlamaq lazımdır.